Salam, kanalımızın dəyərli izləyiciləri. Bu dərsimizdə 5-ci sinif informatika dərsindən fayllar və qovluqlar bölməsini öyrənəcəyik. Əvvəlcə açarıq sözlərimizə baxaq. Fayl, qovluq. Dəftərlərinizi, rəsmlərinizi, foto şəkillərinizi tez tapmaq üçün onları necə saxlamaq olar? Qovluqlardan istifadə edirsinizmi? Əgər edirsinizsə, orada nə saxlayırsınız? İndi isə gəlin bu barədə danışaq. Dəftərlərimizi, şəkillərimizi və ya müxtəlif sənədlərimizi bir yerdə saxlamasaq, onları tapmaq çətin olar. Məsələn, evdə sənədləri qutulara, dəftərləri rəflərə sərqə ilə yerləşdiririk ki, lazım olanda tez tapa bilək. Kompüterdə də fayllar və qovluqlar həmin işə xidmət edir. İndi gəlin görək ayrılıqda fayl nədir və qovluq nədir? Fayl nədir? Fayl kompüterə yazdığımız və ya kompüterə yüklədiyimiz istənilən məlumatdır. Məsələn, Word sənədi, mətn, şəkil, musiqi, video, şəkil və ya foto, bunlar fayllardır. Bunların hər biri öz növbəsində fayldır. İndi isə gəlin baxaq görək qovluq nədir? Qovluq faylları sərqəli şəkildə saxlamaq üçün istifadə etdiyimiz yerdir. Təkrar edirəm. Qovluq faylları sərqəli şəkildə saxlamaq üçün istifadə etdiyimiz yerdir. Necə ki, şəkildəki rəfdə qırmızı, yaşıl və mavi qalın qovluqlar var. Baxın, şəklə diqqət edin. Qırmızı rəngli, yaşıl və mavi rəngli qalın qovluqlar təsvir olunub və onların içində sənədlər saxlanılır. Kompüterin içində də qovluqlar elə həmin işə xidmət edir. Yəni qovluqdan fayllarımızı saxlamaq üçün istifadə edirik. İndi isə gəlin qovluqdan istifadə etmək səbəblərimizi, səbəblərimizi araşdıraq. Birincisi, qovluqdan nə üçün istifadə edirik? Fayllar qarışmasın deyə, axtardığımızı tez tapaq deyə, hər bir mövzu ayrıca olsun deyə. Misal üçün, kompüterinizdə düşünün ki, belə bir qovluq ola bilər, dərslər adlı. Düşünün ki, bir qovluq var, dərslər adlı və bunun içərisində Azərbaycan dili adlı bir Word faylı və riyaziyyat adlı bir PDF, misal üçün, fizika adlı bir Excel faylı saxlamışıq. Və yaxud da şəkillər adlı bir dənə qovluğumuz var, içərisində tətil, ailəvi adlı şəkillər, JPG və PNG uzantılı şəkillər saxlamışıq. İndi isə suallarımıza gələk. Siz kompüterinizdə qovluqlardan istifadə edirsinizmi? Baxın, ikinci sual, qovluqlardan istifadə edirsinizmi? Bəli, edirik. Misal üçün, baxın, bunların hər biri, çoxu qovluqlardır. Baxın, bunlar. Baxın, bu sarı rəngli olanlar qovluqlarımızdır. Misal üçün, dərslərimizin axırıncı dərslərdə istifadə etmək üçün şəkillər yüklədiyim bir qovluq var idi. İçərisində görürsünüz, şəkil fayllar var. İstifadə edirik, bəli. Demək olar ki, bütün istifadəçilər, kompüter istifadəçiləri qovluqlardan istifadə edirlər. Deyir, əgər edirsinizsə, içində nə saxlayırsınız? İçində məqsədimizdən asılı olaraq fayllar saxlayırıq. Misal üçün, bax, təkrar göstərim. Bu qovluğumuzda dərsdə izah etmək üçün olan həmin bu şəkilləri saxlamışdıq. Tutalım ki, baxın, bu qovluğun özündə 1-ci sinifdən 11-ci sinifə kimi dərs vəsaitləri var, hansı ki, onların əsasında biz bu dərs videolarını çəkirik. Şəkil var, video var, müxtəlif fayllar mövcuddur. Təkrar deyirəm, demək olar ki, bütün fərdi kompüter istifadəçiləri qovluqlardan istifadə edir və
Deyir, əgər edirsiniz, sonra da nə saxlayırsınız? Məqsədimizdən asılı olaraq fayllar saxlayırıq. Davam edək. Kompüterdə olan şəkil, mətn, musiqi və ya başqa obyektlər kompüterin yaddaşında ayrıca adlar altında saxlanılır. Onların sayı yüzlərlə, minlərlə ola bilər. Kompüterdə hər bir mətn sənədi, musiqi, şəkil, video ayrılıqda fayl adlanır. Deməli, fayl nədir? Kompüterdə olan hər bir mətn sənədi, musiqi, şəkil, video ayrılıqda fayl adlanır. Kompüterdə lazım olan faylları test etmək üçün onları nizamlı saxlamaq lazımdır. Bunun üçün qovluqlardan istifadə olunur. Baxın, sarı rəngli, necə ki, desktopda iş masamızda bizdə də var idi. Baxın, qovluqlar. Qovluqlardan istifadə olunur. Hər bir qovluğun adı və simgəsi olur. Adətən kompüterdə adi qovluqlar eyni simgə ilə göstərilir. Bəzi qovluqların isə xüsusi simgəsi olur. Baxın, bu qovluqlar adi qovluqlar olduğu üçün görürsünüz, yəni hamısı eyni simgə ilə, sarı qovluq işarəsi ilə göstərilibdir. Bəzilərinin isə baxın, xüsusi simgəsi var. Kompüter və ya disk PC qovluğu vasitəsilə kompüterdə saxlanılan bütün informasiyalara, o cümlədən bütün qurğulara müraciət etmək olar. Baxın, burada nə gördük? Disk PC qovluğu. Kompüter, bəzi kompüterlərdə, bəzi əməliyyat sistemlərində bu qovluğun adı kompüter olur, bəzilərində isə disk PC. Deməli, bu qovluq vasitəsilə kompüterdə saxlanılan bütün informasiyalara, o cümlədən bütün qurğulara müraciət etmək olur. Disk PC hanı? Baxaq. Baxın bu. Üzərinə gəldim, sıçan göstəricisini gətirdim və sıçanın sol düyməsini 2 dəfə ardıcıl kliklədim və açıldı. Baxın, bu qarşımıza gəldi. Deməli, bu pəncərə nə üçündür? Bu qovluq vasitəsilə kompüterdə saxlanılan bütün informasiyalara, o cümlədən bütün qurğulara müraciət etmək olur. Davam edək. İstifadə olunmayan və kompüterdə saxlanmasına ehtiyac duyulmayan fayl və qovluqlar Recycle Bin çöp qabı qovluğuna atılır. Buradan baxın, çöp qabı qovluğu. Diqqət edin. Deməli, istifadə olunmayan və kompüterdə saxlanmasına ehtiyac duyulmayan fayl və qovluqlar Recycle Bin çöp qabı qovluğuna atılır. Gələk çöp qabı qovluğuna. Baxın, Recycle Bin. Sıçan göstəricisinin üzərinə gətirdim və 2 dəfə ardıcıl kliklədim. İstifadə olunmayan fayllar baxın buradadır. Bu birisini də bağlayaq, disk PC-ni. Bunlardan başqa iş masasında çoxlu sayda qovluqlar da ola bilər. Baxın, necə ki, onlardan başqa hal-hazırda məndə də iş masasında çoxlu sayda qovluqlar mövcuddur. İndi isə gələk fəaliyyət hissəmizə. Kompüterdə qovluqlarla iş. Göstəriciləri yerinə yetirin və sualları cavablandırın. İş masasının ixtiyari yerində sıçanın sağ düyməsini çıqıldadın. Açılan menyudan New Folder bəndini seçin. Sıçanın göstəricisini iş masasının başqa bir yerində çıqıldadın. İş masasında hansı dəyişiklik baş verdi? Gəlirik iş masamıza, desktopumuza. İxtiyari boş bir yerində sıçanın sağ düyməsini bir dəfə çıqıldadırıq. Buradan baxın. New-nun üzərinə gələndə nəyə görə burada açıldı? Baxın, burada çıxırdı adətən. Bu tərəfə çıxdı. Çünki burada yer olmadığı üçün. Gəlin bunları çəkək. Baxın burada.
Sıkıldatdık New Folder. Üzerine gəldik, sıçan göstəricisine sol düyməni bir dəfə sıkıldadırıq və sonra gəlirik boş bir yerdə daha sonra bir dəfə sıkıldadırıq. Adı New Folder olaraq qaldı, yəni yeni qovluq. İngiliscədən tərcüməsi yeni qovluq deməkdir. Yeni qovluq olaraq qaldı və deyir nə baş verdi? Bu baş verdi ki, yeni bir qovluq yaratmış olduq. İkinci addım, yeni yaratdığınız qovluğun simgəsi üstündə sıçanın sağ düyməsini sıkıldadın. Açılan menyudan Rename bəndini seçin və seçdiyiniz yerdə öz adınızı yazın, Enter klavişini basın. Nə baş verdi? Gəlirik üzərinə, sağ düyməni bir dəfə sıçanın sağ düyməsi sıkıldadırıq. Buradan Rename'in üzərinə gəlirik, sol düyməni bir dəfə sıkıldadırıq. Ad seçildi, baxın New Folder sözü seçildi. Yazıram buradan kanalımızın adını yazaq. Ömer Uçan 613 və Enter düyməsini dedi, sıkıldadın. Enter klavişini bastıq. Görürsünüz adı dəyişdi oldu, Ömer Uçan 613. Bizim verdiyimiz ad. Sonra göstəricisini qovluğun üzərinə gətirib sol düyməni basılı vəziyyətdə saxlayın. Sıçanı hərəkət etdirin. Belə vəziyyətdə qovluğu iş masasının sağ yuxarı küncündə yerləşdirmək üçün nə etmək lazımdır? Baxın, üzərinə gəldik sıçan göstəricisine sol düyməni basılı saxlayıb hərəkət etdirə bilirik istədiyimiz yerə və bu vəziyyətdə qovluğu iş masasının, desktopun sağ yuxarı küncünə də gətirmək olur bu şəkildə. Deməli, qovluğu baxın əvvəlki yerindən iş masasının sağ yuxarı küncünə necə gətirmək olur? Üzərinə gəlirik, sıçan göstəricisinin üzərinə gətiririk. Sıçanın sol düyməsini sıxılı saxlayıb hərəkət etdiririk və lazım olan yerə gətirib sol düyməni buraxırıq. Sonra da boş bir yerdə bir dəfə sıkıldadırıq. Artıq qovluq həmin yerə yerini dəyişmiş oldu. Dördüncü addım, yaratdığınız qovluğun üstündə sıçanın sağ düyməsini sıkıldadın və açılan siyahıdan Delete bəndini seçin. Nə baş verdi? Üzərində sağ düyməni sıkıldadırıq və Delete üzərinə gəlirik sıçan göstəricisi. Sol düyməni bir dəfə sıkıldadırıq. Qovluq görürsünüz itdi. Delete yəni silindi. Klaviaturada Ctrl və Z klavişlərini birlikdə basın. Nə baş verdi? İndi isə klaviaturada Ctrl Z. Əvvələ qayıtdı. Baxın, lap əvvələ. Ctrl Z-i basmağa davam etdikcə Windows'da gördüyümüz işlər addım-addım əvvələ qayıdır. Baxın, adını qoymuşduq Ömer Ucal 613. Gətirmişdik sağ yuxarı küncə və üzərində sağ düyməni basıb, sıçanın sağ düyməsini basıb delete etmişdik, silinmişdi. İndi isə Ctrl Z edirik. Baxın, yerinə qayıtdı. Deməli, təkrar edirəm, Ctrl Z Windows əməliyyat sistemində görünən əmrləri addım-addım əvvələ qaytarır. İndi isə müzakirə edək hissəsinə gəldik, sonlarımıza baxaq. Birinci sual, qovluqlar üzərində hansı əməliyyatları aparmaq olar? Qovluğu yaratmaq olur, ad vermək, köçürmək, surət çıxarmaq, silmək. Bunları qovluq üzərində etmək mümkündür. Gəlin göstərək. Bunu silək buradan. Gəlirik boş bir yerə
iş masasında new. Buradan folderin üzerine sol düyməni tıkıldadırıq və boş bir yerdə tıkıldadırıq. Sonra üzərinə gəldik, sağ düymə, rename. Qoyaq məsələn 2025, tutalım ki, enteri tıkıldatdıq. Qovluq yaratdıq, baxın. Qovluğun adını dəyişməyi də göstərdik. Sonra bir yerdən başqa yerə köçürmək üçün sıçanın sol düyməsinin üzərində sıxılı saxlayıb hərəkət etdiririk sıçanı, həmin yerə gedir. Sonra kopyasını almağı, sürəti çıxarmağı da göstərək. Üzərinə gəlib sağ düyməni klikləyirik bir dəfə, copy, üzərində sol düyməni klikləyirik və boş bir yerə gəlib sağ düyməni klikləyirik. Burada paste'in üzərinə gəlib paste, sol düyməni klikləyirik. Baxın, bu şəkildə bura düşür. Kopyasının həmişə qarşısında, sürətinin qarşısında tire copy yazılır. Yəni onun sürətidir. 2025 copy. Deməli, qovluğu yaratmağı, ad verməyi, köçürməyi, sürət çıxarmağı və həmçinin də siləndə üzərində sağ düyməni klikləyib, delete'in üzərinə gəlib, sol düyməni klikləyib. Bunu da eyni qaydada silək. İkinci sualımız, nə üçün qovluqlara fərqli adlar verilir? Failləri tez tapmaq və qarışmaması üçün. Ona görə ki, hər bir gördüyümüz işə uyğun bir qovluq adətən yaradırıq ki, ona uyğun, o işə uyğun failləri, lazım olan failləri o qovluğun içərisinə yığaq, orada yerləşdirək və adı da görəcəyimiz işə uyğun olur, bir-birinə fərqli olur ki, qarışmasın. İstədiyimizi sonra daha rahat tapa bilək. Davam edirik. Qovluqlarda faillər saxlanılır. Əgər qovluğun içindəki faillərin özlərini də hansısa qaydada nizamlamaq lazım gələrsə, onda bir qovluğun içində yeni qovluqlar yaratmaq olar. Baxın, normalda bilirik ki, qovluğun içərisində nə saxlanılır? Faillər saxlanılır. Lakin əgər qovluğun içində faillərin özlərini də hansısa qaydada nizamlamaq lazım gələrsə, onda bir qovluğun içində yeni qovluqlar da yaratmaq olar. Gələk iş masamıza, desktopa. Burada sağ düyməni klikləyirik, new, folderin üzərində sol düyməni klikləyirik. Baxın, yaratdıq, boş yerdə klikləyək və üzərinə gəlirik, sağ düymə, rename. Qoyuruq məsəl üçün dərslər. Tutalım ki, YouTube dərsləri çəkdiyimiz bir folder yaratdıq, qovluq yaratdıq. Daha sonra adını qoyduq dərslər. Bunun üzərinə açırıq, üzərinə gəldik. Baxın, sıçanın sol düyməsinin, sıçanın göstəricisinin üzərinə gətirib sol düyməni 2 dəfə ardıcıl klikləmək kimi açırıq. Bunun içərisində tutalım ki, çoxlu dərs faillərimiz olacaq. Misal üçün, riyaziyyat failləri, fizika, kimya, biologiya və s. bütün keçdiyimiz fənlərin failləri içərisində olacaq və bunlar qarışmasın deyə qovluğun içərisində də ayrı qovluqlar yarada bilərik. Məsələn, necə ki, desktopda yaratdıq, eyni qaydada. Qovluğun içərisində olarkən, baxın, bu boş sahədə, ağ sahədə sıçanın sağ düyməsini klikləyirik və buradan new, folder, sol düyməni klikləyirik və baxın, yeni folder yaradıldı. Üzərinə gəlib sağ düyməni klikləyirik, rename, adını qoyuruq, riyaziyyat. Enter. Baxın, bunun adı oldu riyaziyyat. Sonra gəlirik bura, təkrar sağ düyməni klikləyirik. Folderin üzərinə gəlib sol düyməni klikləyirik. Boş yerdə çıqqıldatdıq. Və üzərindəykən sağ düymə, rename, adını qoyduq, informatika. Bu da tutalım ki, informatika.
üçüncü birində yarada bilərik. İstədiyimiz sayda belə yarada biləcəyik. Adın qoyaq bunda, rename edək, adın qoyaq fizika. Enter. Baxın, bunların özü içində də gəlir, tutalım ki, informatika. Başqa qovluqlar yaratmaq mümkündür. Yəni, yenə sağ düyməni kırıb gəlirik, new folder. Tutalım ki, bugünün tarixi 2025, 10-cu ay, 27-si, sabahın tarixinə aid dərslər olsun. 2025, 10-cu ay, 28. Baxın, istədiyimiz sayda, yəni qovluğun içərisində qovluqlar və fayllar saxlamaq mümkündür. Bu da sərgə yaratmaq üçündür. Baxın ki, sərgən olsun. Dərslər içərisində ayrı-ayrı dərslər adlarını qeyd elədik. Onların da içində özümüzə uyğun qovluqlar yerləşdirdik ki, fayllarımız sərgən olsun, axtaranda çox rahat tapa bilək. İndi isə araşdıraq və öyrənək hissəmiz. Gəlin bura gəlmədən əvvəl yaratdığımız qovluğu əvvəlcə bunu bağlayaq. Bağladıqdan sonra baxın, bir dənə şey göstərim. Açıqdır bu, tutaq ki, və mən bunu buradan silmək istəyirəm. Baxın, silindi. Artıq o qovluğumuz yoxdur. Geri qaytarmaq üçün də bildik ki, necə? Ctrl-Z. Baxın, geri qaytardı. Təkrar silək, üzərində sağ düymə və delete. Siliniz. İndi isə araşdıraq öyrənək hissəsi. Kompüterin iş masasında user folder qovluğunu tapın və açın. Aşağıdakı suallara cavab verin. Gəlirik this PC, baxın burada. User folderi. Mən də adını qoymuşam Ucal. Baxın, adını Ucal qoymuşam. Lakin susmaya görə əməliyyat sistemində bunun adı user olaraq gəlir. Mən dəyişib öz adımı qoymuşam. Üzərinə yenə adi qovluğu açanda necə olursa eyni qaydada. Sıçan göstəricisi ilə gəlirik və sol düyməni 2 dəfə ardıcıl çıqqıldadırıq və user qovluğumuz açıldı. Baxın. User folder qovluğunda hansı qovluqlar var? Açaq useri. Adətən bu qovluğun içində, baxın, bu qovluqlar olur. Desktop, baxın, var. Sonra documents, downloads, music. Musiqi də adətən burada olur. Music, baxın. Pictures və videos. Videos da hal-hazırda gözümə dəymir, amma burada olacaq. Gəlin görək bunun hər biri nə üçündür? Qısa məlumat verək. Desktop iş masasındakı fayllar və qovluqlardır. Baxın, buradan üzərini 2 dəfə klikləməklə daxil olub baxmaq olar iş masasında hansı fayllar və qovluqlar mövcuddur. Yəni, baxın, burada nə mövcuddursa, hamısına buradan baxmaq olar. Və bununla qayıdırıq geri bir addım. Sonra dokument sənədlər olan hissə qovluqdur. Mətn faylları, yazılar və s. burada olur. Baxın. Sonra downloads, internetdən yüklənən fayllar burada olur. Sonra music, musiqi faylları olan qovluğumuz. Sonra başqa nələr var? Pictures.
seçimlər olan, baxın, seçimlər və fotonlar olan qovluğumuz. Videos gözümə dəymədi, amma olmalıdır burada mütləq. Baxın videos. Videosu da video faylları. Bunlar da video faylları. Bu qovluqlar istifadəçinin şəxsi məlumatlarını sərbəst saxlamaq üçün yaradılıbdır. Sonra növbəti sualımıza baxaq. Library qovluğunda olan qovluqlarla tanış olun. Bu qovluqlar hansı informasiyaları saxlamaq üçündür? Library qovluğumuzu tapaq. Baxın, library qovluğuna buradan girdik. Təkrar bunu bağlayaq, göstərim necə etdiyimizi. Baxın, gəldik desktopda user qovluğunun üzərinə, sıçan göstəricisi ilə gəlib, sol düyməni 2 dəfə ardıcıl klik edirik və buradan library qovluğunu açdıq. Baxın, son bu tridən, ağacdan library qovluğunun üzərinə gəldik, libraries və sol düyməni bir dəfə klik edirik və açıldı. Baxın, 7 dənə element var. Library kitabxana qovluğu kompüterin müxtəlif qovluqların bir yerdə göstərmək üçündür. Burada bu qovluqlar olur əsas. Əsasən bu 4 qovluq olur. Documents, mətnlər və sənədlər, layihələr burada saxlanılır. Documents qovluğunda. Sonra music, mahnılar və audio fayllar burada saxlanılır. Sonra pictures, şəkillər və fotolar burada saxlanılır. Sonra videos, filmlər və videolar. Baxın, əsas bu 4-dür. Deməli, hansı oldu? Documents, music, pictures, bir də videos. Yəni, library qovluğu sənədləri, şəkilləri, musiqiləri və videoları tez tapmaq üçün kömək edən bir yerdir. Nəticə olaraq, 2 sualımıza qayıdaq. User folder istifadəçiyə aid bütün şəxsi faylların toplandığı yerdir. Library isə faylların növünə görə qruplaşdırıb asan tapmağa kömək edir. Davam edək. Sual və tapşırıqlar hissəmiz. Birinci sual. Qovluq nədir və orada nə saxlanılır? Qovluq kompüterin içində faylları sərbəst saxlamaq üçün yaradılan yerdir. Təkrar deyirik. Qovluq nədir? Qovluq kompüterin içində faylları sərbəst saxlamaq üçün yaradılan yerdir. Qovluğun içində şəkillər, musiqilər, videolar, mətn sənədləri, hətta başqa qovluqlar da saxlana bilər. Deməli, qovluğun içində nələr saxlana bilər? Şəkillər, musiqilər, videolar, mətn sənədləri və başqa qovluqlar da saxlana bilər. İkinci sualımız. Kompüterdəki qovluqlarla adi kağız qovluqların hansı ortaq və fərqli əlamətləri var? Gəlin, kompüterdəki qovluqlarla adi kağız qovluqların oxşar və fərqli cəhətlərini bir-bir sadalayaq. Birinci oxşarlıqları, hər ikisi informasiyanı saxlayır. Hər ikisi sərqə yaradır. Axtardığını tapmağı asanlaşdırır. Baxın, həm
kompüterdəki qovluq var, həm də kağız qovluq var. Hər ikisi informasiyanı saxlayır, hər ikisi sərqə yaradır və hər ikisi axtardığını tapmağı asanlaşdırır. İndi isə fərqlərini sadayaq. Kompüterdəki qovluqlarla adi kağız qovluqların fərqləri. Kağız qovluqda kağız olur, kompüter qovluğunda isə kompüterin virtual faylları olur. Kompüter qovluğu daha çox məlumat saxlaya bilir. Yəni kompüter qovluğu kağız qovluğa nisbətən təbii ki, müqayisə olunmayacaq dərəcədə çox məlumat saxlamağa qadirdir. Kompüter qovluğu silinə və köçürülə bilir. Kompüter qovluğunu biz asanlıqla silə bilirik və bir yerdən başqa yerə köçürə bilirik. Üçüncü sualımıza gəldik. Hər bir qovluğu tanıdan nədir? Qovluğu tanıdan əsas şey onun adıdır. Qovluğun adı onun içində nə olduğunu göstərir. Misal üçün, şəkillər qovluğu. Adından bilirik ki, içərisində şəkillər yerləşir. Musiqi qovluğu adından bilirik ki, içərisində musiqilər yerləşir. Yəni, qovluğun adını adətən elə qoyurlar ki, onun içərisində nələr yerləşdiyini adından bilmək mümkün olur. Dördüncü sualımız, nə zaman bir qovluğun içərisində başqa qovluq yaratmaq zərurəti yaranır? Fayllar çox olduqda və qarışıqlıq yarananda mövzulara görə alt qovluqlar yaratmaq lazım olur. Misal üçün, dərslər adını biraz əvvəl də göstərdim. Tutalım ki, qovluğumuz var. İçərisində riyaziyyat, informatika, Azərbaycan dili, fizika, kimya və s. bütün fənlərin, orta məktəbdə tədris olunan fənlərin hamısının tutalım ki, faylları var və bunlar qarışıqlıq yaratmasın deyə içərisində biz adlara bölüb hər fənnə aid bir qovluq yaratmışıq. Misal üçün, riyaziyyat qovluğu, informatika, Azərbaycan dili, fizika və s. hər bir fənnin öz qovluğunu yaratmışıq və bu fənnə aid faylları da həmin uyğun olaraq öz qovluğunda yerləşdirmişik. Bu bizə tapmağı daha da asanlaşdırır. Sonra növbəti sualımız 5-ci sual. Kompüterdə qovluğu açmaq üçün nə etmək lazımdır? Sadəcə sıçanın sol düyməsi ilə qovluğun üzərinə 2 dəfə klik etmək lazımdır. 6-cı sual. Qovluqlar üzərində hansı əməliyyatları aparmaq olar? Qovluğu yaratmaq, adını dəyişmək, yəni rename, açmaq, silmək, köçürmək, sürətini çıxarmaq, yəni copy, bir də içinə fayl yerləşdirmək. Bunların da hər birini etdik, göstərdik. 7-ci sualımız, aşağıdakı fikirlərdən yalan olanları doğruya çevirin. Gəlin fikirlərimizi birinci oxuyaq. Qovluqlarda fayllar və başqa qovluqlar yerləşdirilə bilər. Bəli, qovluqlarda bilirik ki, fayllar yerləşdirilir, bu doğrudur və fayllar çox olduqda da qarışıqlıq yaranmaması baxımından qovluğun içərisində başqa qovluqlar yaratmaq olur. Yeni qovluq yaratmaq üçün new file menu komandasından istifadə olunur. Xeyr, dedik ki, bu yanlışdır. New folder istifadə olunur. Biz biraz əvvəl göstərdik ki, baxın, təkrar göstərək. New sağ düyməni desktopun iş masasının boş bir yerində klikləyirik, sıçanın sağ düyməsini və New-nun üzərinə gəlirik, buradan file yox, folder üzərinə gəlib sol düyməni klikləyirik. New folder. Yəni bunu silək. Deməli, new folder. Uzaqlaşdırılmış fayllar Recycle bin qovluğuna atılır. Bəli, doğrudur. Silinmiş fayllar baxın bu qovluğa atılır. Bu şəkildə bu dərsimizin də sonuna çatdıq, əziz şagirdlər. Dərsə aid hər hansı sual və təklif olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Əgər dərslərimiz faydalı gəlirsə, kanalımıza abunə olmağı və dərslərimizi bəyənib, rəylər yazıb paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin.
Bu dərsdəyəcəklərimiz bu qədər. Növbəti dərslərimizdə görüşənədək salamat qalın əziz şagirdlər.